Hə, Все, bir də ver. belə ola bilər ki, 2-5 saat 8-in yarısından qoşula bilərik informatikaya. Ay Ona müəllim, görə mən qoşulmuram. Pək tez olmasın. Ya belə yaxşıdır, 9-10. Çünki xanım ola bilsin tez qoşulur. Bizə 8-in yarısı məntiqə bir tər çatdırırıq qoşulmağı. bilmirəm, baxacam da görə nə edirik. Hələ bu söhbətləri danışmaq tezdir. İnşallah Açın 10 yarısı 10. Mənim vaxtı Yəni belə dəyişməyin də belə rahatdır mənə. yaxşıdır. vaxtı Bəli, onsuz bəli, da belə yaxşıdır. Bəli. Günü də Burada da bir dörd dəyişməyə iki vəz. məşğələ olur. yaxşı. Suallarınızı vereyim. Tamam. Birdən 10-a qədər. Sən baxma. Yoxdur. Yox, Müəllim. 10-dan 20-yə qədər. 24-cü sual mənim. Müəllim 24-cü 19-cu sual düşür. Xeyr, yoxdur 20-yə qədər. Birdən 10-a qədər 19. Yox, bu sualları mən sonra başqa tipdə izah edəcəm. 19 qoyun qalsın. Yaxşı. Sonra, yaxşı, 20-dən 30-a qədər. 24. 24 mənim. 23. 23-ə baxaq, sonra 24-ə baxaq. 23-ə baxa bilərik. Baxıram, 23. Deməli, bu tip sualları belə izah edin. Bax, fərqi yoxdur. Burada Epsilon işarəsi olsun. Sadəcə ekran yazmayın. Burada Epsilon işarəsi olsun. Və yaxud da bir dəqiqə. Ümumiyyətlə, qələmə çalışın ki, toxunmayın. Onda mənim ekranım yazılır. Deməli, burada istəyir belə bir işarə olsun. Yəni, bu cəm işarəsi olsun. Bax, belə. İstəyir yanında belə işarə olsun. Fərqi yoxdur. Ne eləyəsiniz? Məsələn, yuxarıda verib 7, aşağıda verib 4. Yuxarıda verib 10, aşağıda verib 5. Deməli, burada ne edirsiniz? Yuxarıdan aşağını çıxırsınız. 7 çıxab 4. 3. Üzərinə 1 gəlirsiniz. Vuraq. Yenə də yuxarıdan aşağını çıxırsınız. 10 çıxab 5. Elədir 5. Üstə gələr 1, 6. Bir-birinə vurursunuz. Yuxarıdan aşağını çıxıb üzərinə 1 gəlib bir-birinə vurursunuz. Bu qədər sadə. Yəni 23-də o alınmadı axı cavab 159 alınır. Məndən hesabladım olmadı. 5'ten Acaba 1 240 çıxıb. da. Mümkün deyil. 5'ten 1 çıxıb. Üzərinə 1 gəndə cavab 5 qalır. Elə Bunu eynisidir də, hamısında eynisidir. 5, söz. 8, Vuraq 6. 8, vuraq 6. Bunların Yox, olmaz. hasili 240 eləyir. B variantı. Müəllim, siz onun üstünə niyə xəttlər Müəllim, çəkirsiniz? məndə də A variantı çıxıb. 159. Məndə də. Orada Nəfər- biz Məndə də. buna demir ki, yerinə yerləşdiririk də. İ'nin kubu plus 2J. Yox, buna baxmırsınız. Niyə ki müəllim? Yox, buna baxmırsınız. Ehtiyac yoxdur. Bir dənə buna baxırsınız. çünki təkrarlanmaz hay soruşur axı. Müəllim, cavab bəs istəmir. şərt orada Şərt verilmir ki, budur, yəni biz məsələn, bunu bu cür var tapandan idi, başqa sonra cür, üstə orada gəlirik, bunlar var idi, çıxırıq, bəli. vururuq. Bax, diqqətlə qulaq asın. Məndən soruşmursunuz bunun həlli. Mən də deyirəm ki, belədir. Bəli. Yuxarıdan aşağıdan çıxırsınız. Üzərinə 1 gəlib vurursunuz 1 240. Siz dediyiniz düz olsa variantda sizin cavabınız olar. Bura cavab B variantı. Bu bizə aid deyil. Bu riyaziyyatda falan olsaydı, hə, informatikada sadəcə burasını götürürlər. Bax, bir dənə burası. Və yaxud bura belə. Çıxıb üzərinə 1 gəlib bir-birinə vurursunuz. Sonra neçə? Deməli, müəllim, belə başa düşdüm ki, bu tip misallarda şərt ancaq yuxarıdan aşağı çıxırıq, üstünə bir gəlirik, Ay, vururuq. bəli. Vəssalam. Bu qədər Bizim sadə. eləyəcəyimiz- Bəli. Tamam, çox sağ ol. 24 tipli suallar. Bax, 24 tipli suallarda necədir? Baxın. Birinci həyatdan bir misal çəkim sizə, nümunə. Məsəl üçün deyirəm, mən tutaq ki, biz bir şəxsiyik, çıxmışıq yola. Bax, bu bir yoldur. Bizim qabağımıza nə qədər ki, mərdimazar adam çıxmayıb, biz öz yolumuzla düz xəttli gedirik. Yəni, sən öz yolunla düz xəttli gedirsənsə, bu oxşuyur xəttli alqoritmə. Yox, sən yolla gedəndə qarşına bir dənə mərdimazar adam çıxdı. Tutaq ki, X1 adam. Sən deyirsən ki, bununla üzləşməkdənsə, elə yolumu dəyişərəm, ya bu tərəfə dəyişərəm, ya bu tərəfə dəyişərəm ki, iminli onunla rastlaşmayım. Bu nəyə oxşadır? Budaqlanan. Budaqlanan. Yuxarıda Budaqlanan mənim. problemsiz hərəkət eləmək xəttidir. Problemlərdən qaçmağa çalışmaq, yəni seçim qarşısında qalmaq budaqlanan. Bunu başa düşsəz, onunla da bütün sualları həll edə bilərsiniz. Məsəl üçün, 5 bölünsün, x-in kvadratı çıxılsın 9 tənliyini həll eləmək para. Biri də var, x kvadratı üstə gəlsin 2x, üstə gəlsin 10-u həll eləmək para. Bu da deyir ki, məsəl üçün, x-in hər hansısa bir qiymətində
Bunu hesablamaqda problem nəsə var? Yox. Xeyr, sadəcə yeni qoyub Məsələn, hesablayırıq. bəli, sadəcə aparıb qoyarsınız, yerinə hesablayasınız. Amma bunu həll eləmək problem var. Niyə? Çünki burada x-in qiyməti 3 olsa, 3-ün kvadratı çıxar 9 bərabərdir 0 alınır. Belə bir şey olur. 5 bölək 0. Sanki burada bizə mərdimazlıq edən ədəd nə oldu? 3. Yəni bizim qarşımıza çıxan ədəd 3-dür. Biz onu görməmək üçün istiqamət dəyişir. Onda bu hansı alqoritm olur? Budaqlama. Budaqlama. Budaqlana. Düzdür, başa düşdünüz? Müəllim, bir sual vermək istəyirəm. Bu Buyurun. bütün belə kəsrlə olan misallara aid Yox, olacaq yox. yoxsa Hər kəsr ifadəyə biz budaqlanan deyə bilmərik. Niyə? Adicə burada plus olsaydı. Biz Aha. bunu sıfıra çevirə bilərik. Mümkündür belə bir şey. Bəli. Xeyr. Sonda olur da. Bəli, Olur. yox, 5 bölünsün. X kvadratı plus 9-u biz sıfıra çevirə bilmirik heç vaxt. Onda bu nə deməli olur? sıfıra çevirə biləcəyimiz ücü mərdimazarlıq sayılır, o Ay budaqlama. sağ ol. O da budaqlanandır. Amma çevirə bilmiriksə nə qalır? Xətti. İndi nümunə göstərim sizə. Siz bunun xətti və ya budaqlanan olduğunu deyil. Kəsrlər aiddir. Bu adi yazılmış, məsəl üçün, kəsrsiz yazılan hər şey xəttidir. Məsəl üçün, baxın, tutaq ki, deyirəm, 3 plus x bölünsün 4 çıxar x. Sizcə bu xəttidir, yoxsa budaqlanandır? Budaqlanan. Bəli, doğru deyil də. Burada mərdimazar Yaza kimdir? bilərik. 4 yaza bilərik ora, sıfır Ay olar. sağ ol. 4 yazsam belə alınacaq. Yuxarıda 7, aşağıda 0 alınır. Axı mümkün deyil. Deməli bu budaqlanan. Biz 4-dən qaçmalıyıq ki, bu 0 olmaz. Məxrəc 0 ola Bəs bilmir. necə olsa olar? 4-dən başqa nə desəz olur. Bir dənə 4 olmaz. Üstdəki ədəddən aşağı olardılar. Yox, fərq eləmir. Nə Dörddən deyirsən fərqli olmalıdır de. müəllim. Bir dənə 4 olmasın. Dörddən fərqli olmalıdır. Bəli, 4 olsa cavab 0 eləyir. 4-dən başqa bura nə versəz doğrudur. Yəni məntiqlə fikirləşin də 3 üstə gəlsin x bölünsün 4 çıxar x. Bu x-ə 4-dən başqa nə versəm hər hansısa bir ədəd almayacaq. Mənfi müsbət fərqi yoxdur. Alacam. Amma bir dənə 4 verəndə heç nə ala bilmirsiniz, 0 alırsınız. Bu da olmaz. Ona görə bu ümumiyyətlə budaqlanan. Müəllim, Bəli. bu cür misalların ya xətti ya da budaqlanan olur da başqa variantı yoxdur elə. Bir də dövrü olur. Dövrü indi qabaqda qarşısına çıxacaq. Deyəcəm orada nə olur. Bax, məsəl üçün. Tutaq ki, 2x bölünsün 3x çıxılsın 12. Bu xəttidir yoxsa budaqlanan? Budaqlanan. Budaqlanan. Hansı qiyməti? Dörd- Bəli, dörd x-in olsa- hansı qiyməti bunu budaqlandırır? 4. 4. Qulaq asın bir, bəli. Bəli, burada x-in 4 qiyməti yerinə qoysaq 12 çıxılsın 12. Alınır 0. Bu da olmaz. Yaxşı. Hamı danışandan sonra axırda onsuz mən izah edirəm. Axırda onsuz hamı susur və susun, zəhmət olmasa. Öz fikrinizi deyəndən sonra. Mən izah edin, heç kim danışmasın. İndi bəs bu təhdid yoxsa budaqlanan? Hansı? Budaqlanan. Xəttidir. Bu 3x plus 12. Xətti. Xətti, hə, Bu xəttidir. xətti olur. Xeyr, budaqlanan. İkisi Niyə mənfi 4 budaqlanandır? qiymətini ala bilməz. Yox, üstə İkisi mənfi 4 ala bilməz. olmur. Ay, sabah burada Budaqlanan da ola saflıq bilər mən. İndi qulaq asın. Burada saflıq eləməyin. Niyə? Çünki biz baxan kimi plusu elə başa düşürük ki, hə, plus varsa 0 olmur. Xeyr. Bəlkə x-in qiyməti mənfi 4-dür. 3-ü mənfi 4-ə vuranda nə eləyir? Mənfi 12. Orada yenə mənfi ədəd alınır. Bundan da toplayarsak qalacaq 0. Deməli, bu da budaqlanan imiş. Bəs 3x kvadratı plus 12 olsa, Kvadrat Xətti. xətti. ay sağ ol, istəsən Kvadratı də müsbət bunu, olar. bəli, istəsən də bunu 0 eləyə bilmərsən. Başa düşdünüz? Xətti olacaq onda. Bəli, bu xəttidir. Bunlardan işləyəcəyik. Siz də 3 dənə müxtəlif kursun testini işləyəcəm. Narahat olmayın. Yəni bu başlanğıcdır. Yəni bunlar Müəllim, alqoritmdən nəzərə düşür. düşür. Xassəsi falan düşür. Xassəsi, təsvir üsulu, güdəcin növləri və s. Sonra 24-dən 30-a qədər başqa. 19-a baxa bilərik. Onun necə, 19 orada da belə 19 dedim qoyun bilmədim. qalsın, onu qoyun qalsın.
19'u siz yazmışdınız ya orada. Kısa qeyd. O biraz qəliz məsələdir. Abituriyentlərdə çox istifadə olunur. O sizə düşmür demiyorlar. Amma qəbula yaxın toxunacam o mövzuya. Qoyun qalsın. 27, 25. 25 tipli suallar əslində bir dənəsini özünüz eləsəz çox asandır. İndi bax hamı sadəcə qulaq assın, sadəcə qulaq assın. Deməli burada A-nın qiymətini verib 1, B-nin qiymətini verib 4. Düşürəm aşağı. Burada bax bu blok, ümumiyyətlə bu paxlavaya oxşayan romb bloku sadəcə sizə sual vermək üçün var. Bax, buradan yazıram ki, bu mənə sual verir. Məndən soruşur, B 0-dır. Deyirəm, yox, B 4-dür. Deyir, onda yox deyirsə, get yox tərəfə. O zaman neynəm? B-dən 1 çıx. B 4 idi yuxarıda. İndi oldu 3. Sonra burada A 1 idi, A oldu 5. Bunların hər iki qiymətini atıram, çünki yeni qiymət alıblar. Təzədən qalxıram yuxarı. Yenə məndən soruşur. B 0-dır. Deyirəm, yox, B 3-dür. Onda deyir, onu biraz azaltın. Burada sanki məni məcbur edir ki, get-gedə B-ni 0-a doğru yaxınlaşdırım. Onda A-nı 4 vahidə atıram, oldu 9. Bax, görürsünüz, əvvəlki qiymət getdi, əvvəlki qiymət getdi. Təzədən qalxıram yuxarı. B 0-dır, yox, B 2-dir. Düşürəm yoxa. Onda B-dən 1 çıxıram. Yenə eləyir 1. Bunu atıram. Hər dəfədə bizim A-mız 5 artır. Bu dəfə də olur 14. Yenə bunu atır. Qalxıram yuxarı. B 1-0-dır, yox. Düşürəm aşağı. B-dən 1 çıxıram 0. Bunu atdım. 14 isə 5 gələm 19. Qalxıram Müəllim, A yuxarı. 4-4 artır. B 0-dır, hə. Hə-yə getdim. Bizdən A-nın qiymətini istəyirdi. A da oldu 19. Amma cavab Müəllim o Müəllim, Ha, A bu 4 4-4 artır. artır. Biz niyə bunu 5 artırdıq? Hə. 5, 9, 13, 17 olur cavab. C variantı. Bəli, bəli, 17. Başa düşdünüz? 5 azmır. Yox, mən səhv dedim. 4 artır. Fikrim qarışdı burada. 4 artır. Bunlar asandır. Çox asandır. Bir dənəsini özünüz yazın, görəsiniz, yəni hədiyyədir. 27 tipdən deyəsən izah eləməmişdim mən sizə. Bu Yoxsa hansıydı? eləmişdim? Eləmişdim. Bunu da demişdiniz. izah Müəllim. eləmişdim Bəli. bunu. Eləmişdir. Yerinə Eləmişdim. yetirməsi, Kitabda. bəli, yerinə yetirməsi nəticəsində y dəyişəni 27 alıbsa, o zaman Aslında bəli, nəticəsində deyirsə bu y ən aşağıdakı y-dir. Bunu silirsiniz, bax bunu silirsiniz. Bərabər edirsiniz 27-yə. Görünmür Sonra- o ekran. Sonra bu x-i oradan gətirib qoyursunuz bax bura, çarpasınız. Müəllim X ekran özü- görünmür. Məndə görünmür, yoxsa hamı da belədir? Görünür. Yo, görsənmir. Yo, məndə görünür. Görünür. Görsənmirsə, o ekran bir dənə dəyişin və yaxud çıxın yenidən qoşun. Yəqin Hı. sən internetdə qalır. Deməli bu x-i gətirib mən bura qoysam, elə ki x-in yerində y plus 7 durub. Bura qoysam belə eləyir. Y plus Elə açılmır, elə 7, açma, elə açma. y Diş plus pastası y kimi aç. bərabərdir 27. Hə. 2y bərabərdir 20. Yavaş ağzına sıx, Y bəlkə xoşuna bərabərdir 10. gəlmədi. Mikrofonlarınıza fikir verin, zəhmət olmasın. Y bərabərdir 10 olur burada. Sonra bu 10-u təzədən aparıb ən yuxarıdakı y daxil. Bax, bunu da gətirib qoyursunuz bura. 2x çıxar 2 bərabərdir 10. 2x bərabərdir 6, 12, x bərabərdir 6. Kimin sualı idi bu? 27 kim yazmışdı? Kimin sualı 27? 100 yazdı. Xəyala xanımla deyəsin. Yox, xəyal. Bir də burada 100 kimsə onun sualı. Başa düşdünüz? Bəli, mən başa düşdüm. Əla. İndi qabağımadırsa yenə bir dənə izah edəcəm. 29 var sonra. 29 nədir ki bu baxın? Mən bir şey soruşa bilərəm. Buyurun. Bu 10-u yazdıq da y-in yerinə təkrar. Sonra qayıdıb orada hansı şərtdə yerinə qoyurduq? Şu qarışdırdım ya orada mən. Y-i 10 tapdım, bunu düzdür. Aha, tapmışam. Sonra gətirsən, qoysan bu y-in yerinə də bərabərdir 10. Bir dənə bunu həll edirsən. 10 2x bərabər sağ 2 2 bərabərdir 2 10. bərabərdir 12-yə Dörd bərabərdir. olan. X də bərabərdir 6. 6. Hə, mənfi idi. Sonra 29. Bu da çox asandır. Onu Yenə açın. məndən soruşur. B 4-dür. Deyirəm, yox, B -1-dir. Yoxa gedirəmsə, burada B-ni bir vahid artırır. Bax, üstə 1 var. Bəlkə bunu görməmişsiniz. Üstə 1 gəldim, B elədi 0. Sonra da sizcə B-nin qiyməti, bax, buradakı qiyməti 0-dır, yoxsa -1-dir?
Sıfır. -1. Yox. Sıfırdır. Çünki B yeni qiymət alıbsa, əvvəlki qiyməti atırır, gedir. Bəli. Sonra artıq B-nin qiyməti sıfırdır. Onda 0-ı 3-ə vursam nə eləyəcək? Elə 0. A-nın da qiyməti sıfırdır hələ ki. Təzədən bax, bu hansı növ alqoritmdir? Xətti budaqlanan dövrü, Sıfırdırsa budaqlanan. dövrü, Dövrü. təzədən sizi eyni yerə qaytarıb gətirsə dövrüdür. Yenə soruşur, B 4-dür, deyirəm yox. Onda B-ni 1 vahiddə artır aşağıda. Görürsün, 1 artır. O zaman deyir ki, B-ni, yəni 1-i vur 3-ə. Artıq B 1-də axı 0 deyil. A eləyir 3. Onda A-nı da silirsiniz. Belə silsəz, heç problem yaşamayasınız. Qalxıram yuxarı. B 4-dür, yox, B 1-dir. Onda onu 1 vahiddə artır. 2. 1-i sildim. Sonra deyir B-ni vur 3-ə. 2-ni vururam 3-ə. 6. Bunu sildim. Sonra qalxıram yuxarı. B 1-dir, yox, B 2-dir. Onda deyir onu 1 vahiddə artır. Bu olur 3. Sonra deyir 3-ü vur 3-ə. 9. 9. Bunların ikisini də silirəm yenə. Qalxıram yuxarı. 3 4-dür, yəni B 4-dür, yox. Onda deyir onu 1 vahiddə artır. Bunu sildim. Sonra 4-ü vur 3-ə. 12. 12. Sonra qalxıram yuxarı. Nəysə səhv eləmişik biz. B 0. Onda bu da 0 olur. Sonra B 1 olur. Bu 3 olur. Sonra B 2 olur. Bu 6 olur. B 3 olur. Bu 9 olur. B 4 olur. Bu 13 olur. 4 4'e bərabərdir. Yox. Cavab Bəli, nədir? hə. A-nı soruşur. A-nı 12 soruşur. olur. Hə, Müəllim, 12-dir. A-nı Hə, düz soruşur tapmışsın. bizdən. Hə, A-nı istəyirmişim. Bu da hə, düzdür. 12. Müəllim, Şey, burada desək ki, məsələn, magistr sözü neçə dəfə çap olunur? Orada bir dəfə. Çünki bir dəfə gəlib magistr üstündən keçir axı. Amma desəydi Hə. edi kampaniya neçə dəfə çap olunur. Buradan neçə dəfə keçəcəkdirsə, hər dəfə 1 yazıb çapa verəcəkdir. Başa düşdüm müəllim, sağ O olun. sildiklərimizi yazırıq da onda müəllim. O sildiklərimizin hamısını hesablayırıq. Nəyi? Sildiklərimizi? Yəni o hesablayıb qayıtmırıq. Hər dəfə təkrar qaydanda bir əlavə eləyirik də onda. Bəli, bəli. Sağ olun. Bəli, bəli. Bəli. Yəni biz yuxarıdakiləri niyə sildik? A3 ilə B -1-i. Bu alqoritm qaydası budur da. Hə, ədəd yeni qiymət alanda Bəli. əvvəlki silməlisiniz. Yəni özünə yeni qiymətlər qazanırsa əvvəlki silinməlidir. Təzələrdən istifadə Siz etməlisiniz. -1-in üstünə 1 gəlmədiniz, elə oldu da. Sonra Yo, 2-də mən mənfi bir üstə bir gələndən sonra silmişəm onu. Hə, bəli, başa düşdüm. Murad, niyə başdan izah? Yəni ümumiyyətlə başa düşmədin, yoxsa indi qoşuldun dərsə? Xeyr, bayaqdan baxırdım, sadəcə bir anlıq Yox, dedim. siz demirəm, kimsə şərhə Əvvəl. yazıb ki, başdan izah edin. Siz yazmısınız, yox, başqa da Yox, bilmir. yox, mən yazmamışam. 0 niyə oldu? 0 başlanğıcda və burada. B-nin qiyməti -1-dir. Bu səndən sadəcə soruşur ki, B 4-dür. Sən deyirsən ki, yox, B 4 deyil. Onda deyir, düş aşağı, yoxa. Yox, burada da axı. B-nin üstə 1 gələndə, yəni -1 üstə 1 gələndə edir 0. Ona görə oldu. Bəli, 0 buna görə oldu. Hə, 0 ona görə oldu. Sonra B 0'dırsa, B-ni 3'ə vuranda bu da 0 eləyir. Sonra bu olur 1, 1'i 3'ə vurursan bu eləyir 3. Sonra bu olur 2, 2'ni 3'ə vurursan eləyir 6. Sonra bu olur 3, 3'ü 2'yə vurursan, 3'ü 3'ə vurursan daha doğrusu eləyir 9. Sonra bu olur 4, 4'ü vurursan 3'ə 12. Amma gələn dəfə soruşanda B 4'dür, deyirsən hə, onu da çıx çörək. Amma bizdən də burada A-nın qiymətini istəyir, A-da 12 olur. Sonra 30-dan 40-a qədər. 30 mən. 33. 30, 30'un özü Bəli. if funksiyalarını bilmirəm, izah eləmişəm yoxsa yox. Düz olanda 1'i yazırdı, yoxsa 2'ni. If deyil ki, müəllim. 30-u dedim. If'i izah eləmişəm. Bəli. If bəli, Eləmişəm. izah eləmişsiniz. Bax, A Ancaq 43'dür, B -1'dir. Burada B'nin qiymətini hesablayıram. A 47 olacaq. çıxılsın, B vurulsun. B mənfidə axı, onda bu Üstə gərək, çıxar müsbət üstə edir. gərək 1 Plus 1 4 vurulsun 4. vura 1. bərabər Elədir 47. 47. Bu B-nin qiymətidir. Əvvəlki qiymətini atıram. Evet. Artıq A 43, B də 47-dir. Düşürəm aşağı.
43 çıxır. 43 47-dən böyükdür? Yox. Onda birincini atıram, gedib ikincisini hesablayıram. 43 çıxar 47 bərabər necə? -4. Cavab B var. Allah. Düzdürsə Müəllim, birinci buna baxarım. necə? Mən orada çaşıb A kiçikdir B başa düşmüşəm. Birincini hesablamışam. Ha hesabladım gördüm böyük ədəd alınır. Meğerse o biriymiş. Bəli. Bax, indi bu tip sualları, 31 tipli sualları mən izah eləyirəm. Amma növbəti dəfə mən sizə quiz göndərəndə oradakı bu sualların e, əksəriyyətini siz özünüz yazmalısınız. Çünki bəzi tələbələrdə belə bir şey var. Baxır ki, sual böyüdür, deyir müəllimdən soruşaram. Amma əmin olun ki, mən orada artıq tuturam ki, sən bunu qəsdən yazmamısan, yoxsa bilməmisən yazmamısan. Məsələn, siz hal-hazırda çoxunu bilməyib yazırsınız. Amma ikinci dəfə sənə mən bunu bir dəfə söhbət bunu verəm burada Müzəffər bəydən getmir, ümumiyyətlə deyirəm. İkinci dəfə sən mənə bu sualı gətirib verəndə biləcəm ki, sən bunu belə bir sualı ərindiyindən yazmalısan ki, müəllimdən soruşam, müəllim yazar. Müəllim də bunları yazmayacaq. Çünki müəllim bunları nə vaxta qədər yazıbsa sizə ziyan vurur. Bunu özünüz yazmalısınız. İndi 31-ci sual. A-nın qiyməti 24, B-nin qiyməti -3. Məndən soruşur, B 5-dən kiçikdir, həqiqətən kiçikdir. Onda hə. O zaman deyir, B-nin üstə 2 gəlir. B -3, üstə 2 gəlsən, B eləyir 1. Bax, gedib həmin dəqiqə düşünmədən B-nin əvvəlki qiymətini silirəm. Artıq bu A çıxaq B-dəki B sizcə 1-dir, yoxsa -3-dür? 1. 1. Bundan heç söhbət gedə bilməz. Belə bir adam yoxdur, öldü bu, yoxdur. 1 var. O zaman Bəlkə bir ki, necə? bəlkə bir niyə olmur ki? Ay, o -1 olur, bu mənfi yazmır. Hə, -1 olur. O zaman A-dan B İkinci çıxıram. dəfə 1 olur. Yəni 24-dən 1 çıxıram. Nə qalır? 25. Bu da A-nın qiymətidir. Bunu sildim. Təzə Müəllim, qalxar. mənfidən müsbət. Mənfi ilə müsbəti toplayanda böyükdən kiçik çıxmır da. Yox, kiçikdən böyük çıxanda -1 edir. Bu da mənfi -1 verir də. -3 üçün üstə 2, -1. Sonra Yəni 2-dən qalxıram. 3 çıxırsın. Necə? Yəni 2-dən 3 çıxırıq da -1 edir. Hə. Qalxıram yuxarı yenə soruşur. Bu B, yəni -1, 5-dən kiçikdir. Bəli. Gedirəm hə-yə. Deyir onda -1-in üstə 2 gəlir. Onda nə eləyəcək? Müsbət 1. Artıq B müsbət 1-dir. Bunu sildim. Düşürəm aşağı A-dan, yəni 25-dən müsbət 1 çıxıram. 24 qalır. Bunu da sildim. Təzə qiymətləri var hər ikisinin. Sonra 1 5-dən kiçikdir. Hə. Onda 1-in üstə yenə 2 gəlir. Bax, hər dəfə 2 gəlir. 3 elədi. Daha doğrusu 1 yedi, 2 gəldi, 3 elədi. Bunu silirəm. Sonra 24-dən həmin o 3-ü çıxıram. Qalır 21. Onda bunu silirəm. Sonra qalxıram yuxarı 3 5-dən kiçikdir. Hə. Üstə 2 gəlirəm 5. Sonra 21-dən bu 5-i çıxıram. Nə elədi? 16. Qalxıram yuxarı 5 5-dən kiçikdir. Yox. O zaman deyir 2-ni vur A-ya. A neçədir? 16. 16 vuraq 2. 32 üstə gəl Və 5. gələk 5. Daha biri 37. 37. Düz tapmış. Başa düşdünüz? Çox asandır, çox. Sadəcə bir dənə bu fırlanmaq adamı bezdirə bilər. Orada da səbirli olsanız, bu suallar hədiyyədir sizin üçün. Həqiqətən. 33-ə baxaq, sonra 32-yə də baxa bilərik. 32-də bayaq dediyim kimidir. Bunu at. Yox, bu mürəkkəbdir. Bu sual göndərsin. Bu lazım deyil. 33 var idi orada. Deyəsən var idi. Müəllim, Bəli, 33 müəllim. imtahanda. Necə? 33-cü sual 33 düşmür. düşə bilər. 33 üçün sizə bir qayda deyəcəm. Bunu izah eləsək, aləm deyəcək bilmirlər. Bir qayda deyirəm, baxın. Bunu skrində eləyərsiniz. Məsəl üçün, A böyükdür B, A kiçikdir B, A bərabərdir B. Bu bir hal. Yəni bu tip sualların 3 halı var. Sonra ikinci hal. A böyükdür B, A kiçikdir B. Bu da ikinci hal. Bu da üçüncü hal. Bunu da buradan yazırım. A böyük bərabərdir B. Sonra A kiçikdir B.
Deməli, baxın, əgər bizim A böyük bərabərdir. Bizim burada 3 halımız varsa və bu halların içində də bərabər sözü varsa, həmişə sayından bir dənə əksi olur. Neçə dənə sayı var burada? 1, 2, 3. 3-dən 1 çıxsa nə qalır? 2. Burada da yenə də 1, 2 hal var, amma içində bərabərdir sözü keçir. Böyük bərabər. Yenə 2 hal varsa birini çıxırsınız, cavab qalır 1. Sizcə burada 1 çıxacaq yoxsa özü qalacaq? Özü qalacaq. Özü qalacaq. Neçə dənə? 2 dənə. Deməli 1, 2. Çünki burada bərabər yoxdur axı. Bərabər verirsə bir dənə azaldırsınız. İndi bizim sualda B'de cevap. Ayşə, bizim sualda cavab nə olacaq? 2. Görsən 2 hal var, amma içində bərabər yoxdur. Nə burada, nə burada. Ona cavab olur B. Bəs böyük bərabərdir olsa cavab neçə olacaq? 1. 1 dənə, bəli. Müəllim, o standart haldır, yoxsa Bəli, hər həmişə də misal- belədir. Bəli, həmişə belə ödənir. Ya 1 ola bilər, ya 2 ola bilər cavab. Böyük bərabər də olanda 1 olur, bərabər olmayanda 2 olur. Bəli, bəli. Yəni belə yapırsan da bərabər varsa sayından bir cifr çıxırsınız. Anladım. Burada bərabər yoxdur, sayı qalır yerində. Burada bərabər var 3 dənə, hətta 1, 2, 3. Sayından çıxdım 2. Burada 2 dənəni yenə burada bərabər var. Sayından çıxdım 1. Sonra 40 dediniz. Mən 36 dən baxa bilərik. Orada şərti blok gördüm, yenə şərt seçmişdim cavabı. 36. Alqaritmin neçə növü var? 3. 3. Xətti, budaqlanan, dövrü. Budaqlanan, Bu nəyə oxşayır? O tərəfə gedib, bu tərəfə gedib. budaqlanır. Alqaritmin nə sonsuz dövrü yoxdur, nə də şərti dövrü yoxdur. Xətti var, Hə, o budaqlanan var, dövrü. Çaşmışam mən. Bəli. Belə 40-da nə deyir? Müəllim, bir də 39-a baxa bilərik birinci. Yenə burada if funksiyasıdır. S 22-dir, D-də 1. S D-dən böyüdür. Müəllim, Bəli. hamısını eləmişəm, sadəcə F-də qoyanda cavab ala bilmədim. Ha, S F-in nə D-dən qoysun? böyüdür. Hə. Birincini yazırdıq Bəli, onda, yoxsa birinci. ikincini? Birincini eləyirik. Ay, 2 sağ vurur. bunu atırıq gedir. 2-ni vursan D-yə 11, oradan 1 çıxırsan, daha sonra 2 vur 11, 22, 22-dən 1 çıxırsan 20. Bu S-nin qiymətidir. Всё. İndi düşürəm aşağı. F bərabərdir S neçədir? 20. Üstə gələk, daha doğrusu 22. Üstə gələk D, yəni 20 bölünsün 2, üstə gəlinsin 15. F dəyişəni hansı qiymət alır? Mənim orada seni 20 götürmürük ki. Müəllim, 21 olmalı deyildi. Niyə 20 yazdıq orada? 21 S olur 21-dir. Bu 21-dir, hə. Deməli, bunları toplasaq, bölürük də 2-yə. Nəsə səhv eləmişəm, o bilmirəm nəyi. S D-dən böyüdür. 2 vuraq D. 22 çıx 1, 21. Sonra deyir ki, S-nin üzərinə, yəni 21-in üzərinə D-ni gəl. 11-in əvəzinə üzərinə. 21 yazmışıq, 32. 11. S 21 deyim müəllim. 21 üstəgəl 11 bölü 2 üstəgəl 15 olur da mən. Bəli, 31 deyil cavab. Bəli, 16 Bəli. üstəgəl 15 Düz yazmış da. Burada bəli, bir dənə bax bunu səhv eləmişik. Bunu hesablamırıq. Burada eləyir 2 vur 11, yəni 22 çıx 1. 21. S-ni tapdım 21. Aşağıda da S, yəni 21. Üstə gələk D, yəni 11. Bölə 2. Üstə gələk 15. Bu 32 eləyir. 32-ni 2-yə böləndə 16, 16 üstə 15 gələndə 31. Başa düşdünüz? Bəli. İndi Bəli, sadə. 40-cı sualda mərdimazar olub olmadığını siz mənə deyəsiniz. Yazmamışam. Birinci sualda kimdir mərdimazar? Var ümumiyyətlə. Birinci 2 mərdimazar Mərdi məzardır. Burada Bir də məsələdə heç bir qorxulu bir şey yoxdur. Bu xəttdir. Birdə yoxdur. 5'ti müəllim.
İkincidə Digər 5 mərdəmənzar 9-dur sayılır. qorxulu. Onda nə olur? Budaqlanan. bəli, o budaqlanır. Üçüncüdə kökaltı ifadə, qulaq asın. Kökaltı ifadə mənfi olmaqdan qorxur. Yəni onu mənfi eləsək Bəli. budaqlanmış olur. Sizcə biz bunu budaqlayana bilər bilərik? Yəni bunu mənfi eləyə bilərik? Xeyr, Xeyr. xeyr. Xeyr, mən Onda kvadrat budaq olduğu üçün xəttidir. mənfi olmayacaq. Bütün tək dərəcədən, bax qeyd edir, zoom səsimi yazır. Bütün tək dərəcədən verilən kökaltıları heç araşdırmırsınız. Tək dərəcədən xəttidir. Yəni sanki bir insan özü tək başına yola getsə, orada mərdümazar adam olmur. İstəyir 13 olsun, istəyir 73 olsun, fərqi yoxdur. İstəyir 173 olsun. Tək dərəcədəndirsə, yəni verilmiş ədəd təkdirsə, cavab xəttidir. Amma burada bu birisi də ikinci dərəcədəndir. Və yaxud olsun 12. Cüt dərəcədəndirsə araşdırmaq lazımdır. Sizcə burada x-ə elə bir ədəd verə bilərəmmi ki, kök altında mənfi alınsın? Bəli. Bəli. Məsələn, mənfi 10 versək, alınacaq kök altında mənfi 5. Görürsən, kök altı mənfi ola bilməz əslində. Ona görə bu budaqlanan. Yəni, bunun qorxduğun bunun başına gətirirsin. Hansının ki, qorxduğun onun başına gətirə bilirsinizsə, o budaqlanandır. Yox, nə qədər dirəşib onun başına gətirə bilmirsinizsə, budaqlanmır, xəttidir. Bax, görürsən, burada kökaltı ifadə mənfi olmaqdan qorxur. Mən nə edimsə, bunu mənfi eləyə bilməm. Çünki x kvadratı maksimum 0 ala bilər. Yəni, ən kiçik 0 ala bilər. Üstə üst gələcəm, eləcə 100. Kökaltda 100. Deməli, burada budaqlanan bir 2-dir, bir də 5-dir. 41-də cavab 1 olacaq onda. Ay, sağ ol. 2 hal, Mən ikisində də bərabər, cavab 1. Sonra 40-dan 50-yə qədər. 49. 49, Bir dəqiqə müəllim 46. 43, 43. 43, 46. 43 Və rəqib 43 bayaqki cavab. kimidir. 55-dən 43-də cavab 20 almışdım. Amma orada 49 səhv. üzərinə 1 gəlir. Nə eləyir? 7, vuraq. 60-dan 56 çıxıram 4, üstə 1 gələm 5. 7 vuraq 5. Nə elədi? 35. Aydındır. Gəlin 44-dən birini də yazaq. 44-dən birini də yazaq. 44-də A-nın qiymətini verib 25. B-nin qiymətini verib 15. A çıxaq B neçə eləyir? 10. 10. 10 ondan böyükdür. Xeyr. Yox. Onda birincini artırıq gedir. Gedir əks haldan hesablamağa. B bərabərdir. A çıxaq B, yəni 10, vuraq 2, 20. B-nin qiyməti neçə elədi? 20. 20. Bax, görürsünüz, burada biz B-nin qiymətini 20 tapırıqsa, qaçıb B-nin əvvəlki qiymətini silməliyik. Bizdən A çıxaq B-ni istəyir. Ona cavab nə olacaq? A çıxaq B eləyir 5. 5 də 2-yə vurur 10. Amma mən vurmanı bölmə kimi görmüşəm. Ona görə cavab səhv alınır. Hə, ola bilər. Sonra 40 neçə? 46. Müəllim, burada vurmur, niyə vururuq ki, orada A minus B-ni istəyir təkcə? A biz hayır, bizə nə olub bir buçuk. A çıxaq B-ni istəyir. A 25-dir, B də 20-dir. A-dan B çıxanda 25 qalır. Sadəcə 5 qılıb daha var. Sonra neçəyə baxırdıq? 46-cı sual. 46. 46 çətin sual deyil əslində. Prosta burada yəqin heç buna girişməmisiniz. Müəllim girişmişəm. Mən sadəcə Çox cavabını qarışıqdır. aldıra bilmədim. 2 dəfə gəldim Məndə belə. də. Bunu əyani Bunu da tələbələrdə qarışdırdım. deyil. Bunu əyani tələbələrdə də çox qaytarıb gətirən olurdu. Biz nə edirik? Bunu 20-ni hardan tapdıq? Mən də qatışdırdım, sonra tapdım cavabı. Bəli, Evet, 20-ni buradan diqqətli. tapdıq. Biz burada B-nin qiymətin 20 tapdıq. Amma bizdən A çıxaq B-ni istəyir. Bax, burada B dəyişmişdi. 15-i 20 eləmişdi. Amma A-nın qiyməti 25-dir. 25-dən 20 çıxırıq. 20 çıxırır, 5 qalır. Bu 20-ni 5 qalır. tapmağımız da burada oldu. Burada deyir ki, A çıxaq B. Yəni A-dan B çıxanda hər şey oradan tapdıq. Onu da demirdi.
İndi bu sualı mən sizə yeni link atım. Bu link yazdı qurtardı vaxtı. Gözləyin bir dəqiqə yeni link atıram. Burada izah eləyərəm sizə.